26-cı şəhərsalma və memarlıq ilə elan edilmişdir. Bu fotoşəkillərimiz ümumilə liderimiz Heydər Əliyevin birinci hakimiyyət dövründə təşəbbüsü ilə tikilən binalar və qanunlardır. Onlar haqqında sizə məlumat vermək istəyirəm. Bakı Fədəsi maşınlarının zavodu bu zavod 1920-ci ildə tikilmişdir. Keçmə maşınlarının zavodu ilə birləşdirilmişdir. Bundan sonraki şəklimiz Bakı Ayaqqabı fabrikası 2 sayılı 1932-ci ildə tikilmişdir. Burada ev ayaqqabıları, qadın kişi ayaqqabıları, ondan hazırlanır. Bu tip ayaqqabılar istehsal olunurdu və SSR-in Yusuf şəhərlərinə göndərilir. Siyasi partikalar və ictimai hərəkatlar dövlət artırıcı finansıdır. 1923 ildə tikilmişdir. Qafqazda ekstürür, artıq finansı hesab edilir. İlman Sarayı 1922 ildə ümumi